Salam uşaqlar. Birinci isə test toplusu isbat məsələlərindən 4-cü suala baxırıq. Belə bir maraqlı silsilə məsələsi var. Deyir ki, ümumi hədləri AN və BN olan ədədi silsilələr verilmişdir. Ümumi həddi SN bərabərdir 2AN çıx 3BN olan ardıcıllığın ədədi silsilə olduğunu isbat edin. Əvvəlcə biz AN ədədi silsiləsi, deməli, ümumi hədləri AN və BN olan ədədi silsilə dediyi üçün, AN ədədi silsilə olduğu üçün biz yazacağıq AN-in yerinə AN bərabərdir. A1 üstə gələk, N çıx 1 vur D yazırdıq. Onda BN üçün, daha doğrusu B1 yazmalıyam bura. B1 üstə gəl N çıx 1 vur D. Amma baxıram ki, bunun silsilə fərqi ilə, AN-in silsilə fərqi ilə B-nin silsilə fərqi fərqlidir. Yəni, eyni deyil. Ona görə ikisinə də D yazmaq olmaz. Onda buna DA yazaq, buna DB yazaq. Onda biz S-in üçün yazarıq. S1 üstə gələk, N çıx 1 vur DS. İndi biz bu bərabərliyi ispat eləməliyik. Bunun üçün edirik. Yazırıq, S-in bərabərdir. 2 vurulsun. AN-in yerinə o açılışı yazırıq. Çıxılsın 3 vurulsun. B-nin yerinə B-nin açılışını yazırıq. İndi 2-ni vurub açırıq. S bərabərdir 2A1 çıx 3B1. Biz N-1'i yəni orta qrup kimi çıxaranda 2DA çıx 3DB qalır. Yəni burada alınır. Üstə gəl N çıx 1 vurulsun. Mötərizədə 2DA çıx 3DB. İndi uşaqlar, baxırsınız ki, S bərabərdir, həm də deməli ədədi silsilədə S1 üstə gəl, N çıx 1 vur DS almışıq. Baxıram ki, burada N çıx 1 var, burada da N çıxaq 1 aldıq. Baxın, burada da N çıxaq 1 aldıq. Onda bu 2A1 çıx 3B1-ə biz bu S1-i deyəcəyik. Onda 2DA çıx 3DB-yə də DS deyəcəyik. Çünki N çıx 1-in yəni yanında durur bu. Burada S1-dir. Onda aldığımız bu S-in bərabərdir 2A1 çıx 3B1 üstə gələk N-1 vur 2DA çıx 3DB. Elə S-in bərabərdir S1 üstə gələk N çıx 1 vur DS-ni verdiyi üçün bu açılışın ədədi silsilə olduğu isbat olundu.